Salam əziz şagirdlər və fizikanı öyrənmək istəyənlər. Bugünkü dərsimizdə biz sizinlə 7-ci sinif fizika dərsliyindən olan sabit maqnit mövzusu ilə tanış olaq. Gəlin başlayaq. Birinci slaydda deyilir ki, qədim dövrlərdən bugünə qədər səyyahlar gələcəkləri istiqaməti müəyyən etmək üçün kompasdan istifadə edirlər. Yer kürəsinin hansı nöqtəsindən olmağınızdan asılı olmayaraq, kompasın əqrəbin bir ucu dünyanın şimal, digər ucu isə cənub qütbünü göstərir. Sizcə kompasın əqrəbinin fırlanaraq şimal istiqaməti sabitlənməsini təmin edən nədir? Təbii ki, biz deyirik ki, əgər kompasın əqrəbi dünyanın şimal və həmçinin cənub qütbünü göstərirsə, onu göstərir ki, bunun ətrafında maqnit sahəsi var. Biz yer kürəsini böyük bir maqnit sahəsi kimi baxsaq, yer kürəsi ilə kompasın əqrəbi arasında bir maqnit sahəsi yaranır. Bu maqnit sahəsinin təsiri ilə həmin əqrəb yerin qütblərini, yəni şimal və cənub qütbünü göstərə bilir. Hansı maddədən kompas əqrəbi hazırlanmaq olar? Kompas əqrəbini adətən maqnit xüsusiyyətinə malik olan maddələrdən hazırlanmaq gəlir, yəni maqnitlənən maddələrdən hazırlanmaq olar. Bunu isə daha ətraflı bugünkü dərsimizdə sizinlə öyrənəcəyik. Maqnit nədir? O haralarda istifadə olunur? Və maqnit hansı cisimləri özünə cəzb edir, hansıları cəzb etmir? Maqnit necə əldə edilir? O hansı xassələrə malikdir? Bax, bu dərsimizdə bunları öyrənəcəyik. Yer kürəsinin cisimlərə cazibə qüvvəsi ilə təsir etdiyini bilirsiniz. Cisimlərin kütləsi olduğu üçün onlar yer tərəfindən cəzb olunur. Həmçinin elektrik yükü olan iki cisim arasında yüklərin şarlərinin asılı olaraq elektrik itələnmə və cəzb etmə qüvvəsi var. Bu qüvvələrdən başqa bəzi cisimlərdə maqnit tərəfindən cəzb etmə qüvvəsi də təsir edir. Yəni bu qüvvələrlə biz əvvəlki təbiət dərsindən də tanış olmuşuq. Bütün maqnitlənən cisimlər arasında maqnit qarşılığı təsiri mövcuddur. Maqnitlərin tətbiq sahələri ilə tanış olaq. Maqnitlərə qapı zəngində rast gəlmək olar. Maqnitlərə printerlərdə rast gəlmək olar. Maqnitlərə ağır yük qaldırmaq üçün istifadə olunan kranda rast gəlmək olar. Maqnitlərə sürət qatarlarında rast gəlmək olar. Maqnitlərə elektrik qızdırıcılarında rast gəlmək olar. Maqnitlərə közərmə lampalarında rast gəlmək olar. Maqnitlərə tikiş iynələrini bir yerə toplamaq üçün istifadə olunur. Maqnitlər maşınlarda istifadə olunan telefon tutacağında rast gəlmək olar. Maqnitlərə elektriklə işləyən konserv qapağı açan cihazlarda rast gəlmək olar. Maqnitlərə külək mühərriklərində rast gəlmək olar. Maqnitlərə bəzi oyuncaqlarda rast gəlmək olar. Maqnitlərə bəzi tip cihazlarda rast gəlmək olar. Maqnitlərə elektrik enerjisi ilə təchiz etmə transformatorlarında rast gəlmək olar. Maqnitlərə pərdə tutacaqlarında rast gəlmək olar. Həmçinin kompüterin sərt disklərində də rast gələ bilərik. Maqnitlərə kompüter və televizorun monitorlarında da rast gəlmək olar. Maqnitlərə kredit kartlarında maqnit zolaqda da rast gəlmək olar. Maqnitlərə audio və video disklərdə rast gəlmək olar. Həmçinin kompüter disklərində rast gələ bilərik. Maqnitlərə qulaqcıqlarda rast gələ bilərik. Maqnitlərə səs ucaldıcılarında rast gələ bilərik. Maqnitlərə telefonların zəng sistemində rast gələ bilərik. Maqnitlərə soyuducuların qapılarında rast gəlmək olar. Həmçinin soyuducunun üzərindəki maqnit yapışdırıcılarında da rast gələ bilərik. Mikrodalğalı sobalarda rast gəlmək olar. Elektrik təchizatlarında rast gəlmək olar. Maqnit ilk dəfə Türkiyənin Maqnesiya şəhərində tapılmışdır.
Maqnitlərin əsasən iki növü var: sabit və dəyişkən. Sabit maqnit uzun müddət, lakin dəyişkən maqnit isə qısa müddət ərzində maqnitlənmə xüsusiyyətini özündə daşıyır. Həmçinin maqnitlər təbii və süni maqnitlər olmaqla iki qrupa ayrılır. Qədim dövrlərdə kompasın əqrəbini təbiətdə rast gəlinən maqnetit mineralından hazırlanırdı. Hazırda neodyum və digər materiallardan hazırlanmış müxtəlif formalı və ölçülü maqnitlərdən sənayedə geniş istifadə olunur. Maqnit hadisələrini öyrənərkən istifadə etdiyimiz maqnitlər isə düz və nal şəkilli süni maqnitlərdir. Kompasın əqrəbi də iki ölçülü süni maqnitdir. Maqnit sahəsini uzun müddət özündə saxlayan maddələrə sabit maqnitlər deyilir. Maqnitin cəzb etdiyi cisimlər maqnetik maddələrdən hazırlanmış cisimlərdir. Məsələn, dəmir maqnit olduğu üçün dəmir mismar maqnit tərəfindən cəzb olunur. Maqnit, dəmir, polad, nikel və kobaltı özünə cəlb edən cisimdir. Tərkibində dəmir, nikel və ya kobalt olan maddələr maqnetikdir. İynə poladdan hazırlanır. Poladın tərkibində isə dəmir var. Buna görə də iynə maqnit tərəfindən cəzb olunur. Şüşə, plasmaz, həmçinin taxta və kağızın tərkibindəki selluloza maqnit tərəfindən cəzb olunmayan maddələrdir. Maqnit tərəfindən cəzb olunmayan maddələrə qızıl, gümüş, mis kimi metallardır misal göstərmək olar. Baxın, maddələr əsasən maqnitlənən, maqnitlənməyən maddələr ayrılır. Dəmir, nikel, polad, çuqun biz dedik maqnitlənənlərdir. Yerdə qalan maddələr taxta, mis, plasmas, alüminium isə maqnitlənməyən maddələrdir. Maqnitlənən cisimlər bir-birini itələyib cəzb etmir. Onlar yalnız maqnit tərəfindən cəzb olunur. Baxın, maqnit cisimlərə yaxınlaşdırdıqda hansı cisimlər ona cəzb olundu, hansılar isə masanın üzərində qaldı. Təbii ki, şəkildə də görürsünüz ki, mismarlar adətən maqnit tərəfindən cəzb olundu. Həmçinin dəmir pul da burada. Mis pul yox, cəzb olunmayacaq. Yerdə qalan maddələr masanın üzərində qalacaq. Həmçinin burada əgər biz buradakı maddələri maqnitə yaxınlaşdırsaq, iynə və mismar maqnit tərəfindən cəzb olunacaq, digər maddələr isə maqnit tərəfindən cəzb olunur. Maqnitlənən cisimlər güclü və zəif olurlar. Güclü maqnetik cisimlər çətinliklə maqnitlənir, lakin maqnit xüsusiyyətini uzun müddət saxlayır. Güclü maqnetik cisimlər sabit maqnitlərdə, səs ucaldıcılarda və kompasın əqrəbində də rast gəlinir. Zəif maqnetik cisimlər asanlıqla maqnitlənir, lakin qısa müddətdə maqnit xassəsini itirir. Zəif maqnetik cisimlər qarğaşda, transformatorda rast gəlinir. Bizdən belə bir sual verilir ki, maqnetin köməyi ilə hansı növ qarışıqları ayırmaq mümkündür? Qarşılıqdakı maddələr bir-birindən nə ilə fərqlənməlidir? Adətən heterogen tipli qarışıqları, yəni fərqli xüsusiyyətlərə malik olan maddələr olan qarışıqları ayırmaq mümkündür. Qarışıqdakı maddələrin maqnit tərəfindən cəzb olunanlar maqnitlənən cisimlər olacaq, maqnit tərəfinə itələnlər isə maqnitlənməyən cisimlər olacaqdır. 2 neodyum maqnit kütləsi 5 kiloqram olan cismi cəzb edərək havada saxlaya bilir. Bu da onu göstərir ki, neodyum ətrafında maqnit sahəsi yaranır və maqnit sahəsi nəticəsində və o həmin cismi özündə cəzb edərək havada saxlaya bilir. Cisimləri necə maqnitləndirmək olar? Əgər biz maqnitlənən cismə eyni istiqamətdə davamlı vursaq, o maqnitlənəcək. Baxın, bir hissəsindən digər tərəfinə doğru maqnitlənir. Əgər biz maqnitləri yenə də dediyi kimi eyni istiqamətdə davamlı vursaq, maqnitlənmə xüsusiyyətinə malikdir. Burada da şəkildə həmin göstərilib ki, hansı formada maqnitlənir. Baxın, burada da göstərilir. Bir tərəfindən digər ucuna doğru davamlı şəkildə vurulur. İkinci halda, əgər maqnitlənən cismi sabit cərəyan mənbəyinə qoşulmuş, sarğacın yaratdığı güclü maqnit sahəsinə yerləşdirsə, bu zaman yenə də o maqnitlənir.
Maddənin maqnit xassəsi itə bilərmi? Bax, belə bir sual verilir. Əslində, cisim maqnit xüsusiyyətini nə zaman itirir? Əgər maqniti yüksək temperaturda qızdırsaq, o maqnit xassəsini itirəcək. Bəli, belə temperatur küre nöqtəsi adlanır. Dəmir üçün 769 dərəcə Selsidir. İkinci halda, əgər biz maqniti çəkişlə döyəcləsək, o yenə də maqnit xassəsini itirəcək. Əgər maqniti dəyişən cərəyan mənbəyinə qoşulmuş sarğacın yaratdığı maqnit sahəsində yerləşdirsək, o yenə də maqnit xassəsini itirəcək. Bizdən soruşulur, süni və təbii maqnitlər nə ilə fərqlənir? Nümunə göstərir. Süni maqnitlər dedik ki, təbiətdə hazır şəkildə mövcud deyil. Amma təbii maqnitlər təbiətdə hazır şəkildə mövcuddur. Slaytlardan dedik. Həmçinin təbii və maqnitlər adətən süni maqnitlərə biz rast gəlirik kompasın əqrəbində. Gündəlik işlətdiyimiz maqnitlər süni maqnitlər hesab olunur. İkinci sualda deyilir ki, maqnitlər arasında hansı xarakterli qarşılıqlı təsir ola bilər? Maqnitlər arasında maqnit qarşılıqlı təsirləri ola bilər. Amma onların növünü növbəti dərsdə biz daha geniş öyrənəcəyik. Ştatifə bərk edilmiş maqnit kütləsi 50 qram olan cismi cəzb etdiyi üçün yerə düşmür. Maqnit tərəfindən cəzb edən cismə təsir edən qüvvə ən azı neçə newtondur? Biz şəklə baxsaq, burada əslində iki qüvvədən danışılır. Əgər biz maqnit qüvvəsindən danışırıqsa, maqnit cismi yuxarıya doğru cəzb edir. Əgər şəkli çəksək, deyə bilərik ki, cismə yuxarıya doğru maqnit qüvvəsi təsir edir. Amma ağırlıq qüvvəsi aşağıya doğru təsir edir. Biz onu gələn il 8-ci sinifdə daha ətraflı öyrənəcəyik. Ağırlıq qüvvəsi cisimləri yerə cəzb edən qüvvədir. Ona görə də aşağıya doğru gedir. Qüvvələr bir-birini tarazlaşdırdığı üçün, yəni deyirik ki, əgər yerə düşmür, bu qüvvələr bir-birini tarazlaşdırdığına görə biz bu iki qüvvəni bir-birinə bərabərləşdirə bilərik. Yəni ağırlıq qüvvəsini maqnit qüvvəsinə bərabər edə bilərik. Biz bilirik ki, ağırlıq və maqnit qüvvəsi bir-birinə bərabərdirsə, onda belə çıxır ki, ağırlıq qüvvəsinin düsturu da maqnit qüvvəsinə bərabər olacaq. Biz bunu təbiət dərsində keçmişdik. Yenə yerlərini qoyub hesablayasaq, M-i J-yə vurarıq. M 50 qramdırsa, bunu kiloqrama çevirməliyik. Yazarıq 0,5 vurulsun, J-də 10'dur. Cavab edəcək 0,5 Newton. Demək, biz məsələdə sizinlə maqnit tərəfindən cəzb olunan qüvvəni, yəni maqnit tərəfindən cismə təsir edilən qüvvəni müəyyən etdik. İkinci sualda, digər sualda deyilir ki, kompasın əqrəbi kiçik ölçülü olur və iti ucu üzərində dayanır. Soruşulur, kompasın əqrəbinə hansı qüvvə təsir edir? Təbii ki, kompasın əqrəbinə maqnit qüvvəsi təsir edir. Əgər əqrəb iti ucu üzərində deyil, masanın üzərində olsaydı, ona yenə də maqnit təsir edərmi? Yenə də təsir edərdi. Çünki maqnit sahəsi hər yerdə mövcuddur və bu zamanda təsir etmək olardı. Əqrəbi hansı maddələrdən hazırlanmaq olar? Təbii ki, əqrəbi maqnitlənmə xüsusiyyətinə malik olan maddələrdən hazırlanmaq olar. Hansı bəddəki maddələrin hər ikisi maqnit tərəfindən cəzb olunur? Biz dedik ki, maqnit tərəfindən cəzb olunan maddələr dəmir, nikel, poladdır. Ona görə də biz burada C variantını götürəcəyik. Həmçinin soruşulur, aşağıdakı hansı qarışığı maqnitin köməyi ilə ayırmaq olar? Bu zaman biz həmin qarışıqda maqnitlənən cisimlərdən istifadə etməliyik. Bu zamanda burada baxsaq, baxın C variantını götürmək olar. Dəmir tozu və şüşə qırıntıları. Yəni bir hissəsi maqnitlənən cisimlər olmalıdır, digər hissəsində maqnitlənməyən cisimlər. İpdən asılmış maqnit cismi cəzb etdiyi üçün cisim yerə düşmür. Cisim aşağıdakı metalların hansından hazırlanmış ola bilər? Yəqin ki, maqnitlənən maddədir. Ona görə də biz burada götürə bilərik polad. Dəmir, nikel, polad dedik ki, maqnitlə xüsusiyyətinə malikdir. Şəkildə deyir, ağırlıq və maqnit qüvvələrini göstərin. Bayaqki şəklə bənzəyir. Biz burada ağırlıq qüvvəsini çəkərik. Araya doğru isə
maqnit qüvvəsini təşkil edirik. Bu istiqamət. Sonra bizdən soruşur, kütləsi 100 qram olarsa, maqnit cəzb etmə qüvvəsi ən azı neçə newton? Bayaqki məsələ kimidir. Burada da ağırlıq qüvvəsi maqnit qüvvəsinə bərabər olacaq. Və ağırlıq qüvvəsinin düsturu bilirik ki, mg'dir. Yerinə qoyuruq. M vurulsun G. Bunu da hesablasaq. 0,1'i ona vursaq 1 newton almış olaraq. Demək bu həmin məsələdə biz sizinlə maqnit qüvvəsini, maqnit cəzb etmə qüvvəsini hesabladıq. Keçək digər tapşırığa. Sabit maqnit nəyə deyilir? Sabit maqnit deyəndə maqnitlənmə xüsusiyyətini özündə uzun müddət saxlayan maddələrə deyilir. Hansı cisimlər maqnit tərəfindən cəzb olunur? Dəmir, nikel, polad dedik ki, maqnit tərəfindən cəzb olunur. Süni maqnitlər və təbii maqnitlər arasında ən azı 2 fərqi göstərin. Süni maqnitlər dedik ki, təbiət tərəfindən hazır şəkildə tapılmır. Təbii maqnitlər isə daha təbiətdə hazır formada tapılır və onu gündəlik istifadə etdiyimiz maqnitlərdə isə süni maqnitlərdir. Onlar uzun müddət maqnitlənmə xüsusiyyətini saxlamırlar, amma təbii maqnitlər isə uzun müddət maqnitlənmə xüsusiyyətlərini saxlayırlar. 4. Aşağıdakilərdən hansı döşəməyə səpilərsə, döşəməni maqnitin köməyi ilə təmizləmək. Burada əgər biz baxsaq, D variantı götürərik, polad sancaqlar. Çünki ki, biz bilirik ki, polad maqnit tərəfindən cəzb olunur. Poladdan hazırlanan 10 qəpiyin kütləsi 5 qramdır. Aşağıdakı sualları cavablandırın. Sabit maqnit 10 qəpiyi cəzb edirmi? Əgər bizdən soruşulursa, sabit maqnit bilirik ki, əgər poladdan hazırlanmışdırsa, təbii ki, maqniti cəzb edirik. Çünki biz bilirik ki, polad maqnit tərəfindən cəzb olunan maddədir. 10 qəpiyə təsir edən ağırlıq qüvvəsi neçədir? Newtondur. Ağırlıq qüvvəsini hesablasaq, biz buradan F ağırlıq düsturundan istifadə edək. Yəni M vurulsun G. 5 qramı 0,5'i ona vururuq. O zaman cavab edəcək 0,5 Newton. Qəpiyi maqnitin köməyi ilə yerdən qaldırdıqda ona təsir edən maqnit qüvvəsi ən azı neçə Newtondur? Biz bilirik ki, əgər biz qəpiyi qaldıra biliriksə, biz onda belə çıxır ki, biz ağırlıq qüvvəsinə üstün gəlirik. Yəni, o qaldıran anda ağırlıq qüvvəsi maqnit qüvvəsinə bərabər olduğuna görə burada da ən azı 0,5 Newton olacaq. Keçək digər tapşırığa. Başqa planetə uçmuş astronavt o planetin maqnit sahəsinin olub-olmadığını necə müəyyən edə bilər? Maqnit sahəsinin olub-olmadığını yəqin ki, maqnit kompasın sayəsində müəyyən edə bilər. Əgər kompasın əqrəbi müəyyən qədər meyl edirsə, bunu göstərir ki, orada maqnit sahəsi mövcud. Maqnitə dair aşağıdakı suallara cavab verin. Hansı hissələri onun qütbləri adlanır? Maqnitin əsasən 2 qütbü var, şimal və cənub və onun daha maqnit güclü olan hissələri, onun qütbləri adlanır. Müxtəlif adlı qütblər arasında hansı qarşılıqlı təsir var? Müxtəlif adlı qütblər arasında biz bilirik ki, cəzb etmə. Sahənin qüvvə xətləri nəyi bildirir? Sahənin qüvvə xətləri maqnit sahəsinin əyani şəkildə olduğunu göstərir. Növbəti tapşırıqda deyilir ki, şəkildəki cisimlərdən ikisi düz maqnitdir, biri isə poladdan hazırlanıb və maqnit deyil. Düz maqnitləri polad cisimdən necə fərqləndirmək olar? Bizdən soruşulur, düz maqnitlər polad cisimdən necə fərqləndirmək olar? Bu cür fərqləndirmək olar ki, biz onları yaxınlaşdırıb, əgər polad bilirik ki, maqnit tərəfindən cəzb olunur, əgər polad maqnit tərəfindən hansı tərəfdən cəzb olunursa, bu zaman deyə bilərik ki, həmin cisimlər poladdır və düz maqnitlər isə maqnit hesab olunur. Maqnitləri ayırt etdikdən sonra onu başqa vasitədən istifadə etmədən şimal və cənub qütblərini müəyyənləşdirmək olarmı? Maqnitləri ayrı etmədən əgər müəyyənləşdirmək olar, əgər iki qütb bir-birinə uzaqlaşırsa, biz o zaman deyərik ki, bunlar eyni qütblərdir və onları şərti olaraq şimal qütbü hesab edərik.
Digər qalan qütbü isə cənub qütbü hesab edərik. Çünki bilirik ki, eyni adlı qütblər bir-birini itələyir, müxtəlif adlı qütblər isə bir-birini cəzb edir. Deməli, biz bu dərsimizdə sizinlə maqnit haqqında məlumat aldıq. Öyrəndik ki, maqnitlərin əsasən hansı yerlərdə tətbiq olunur və maqnitlər iki növə bölünür, təbii və süni maqnitlər. Həmçinin maqnitlər hansı maddələr tərəfindən cəzb olunur. Həmçinin bu dərsimizdə biz bu mövzuya aid keyfiyyət xarakterli məsələlər baxdıq. Dərsimiz bu qədər. Gələn dərslərə qədər sağ olun.